Salam, hər vaxtınız xeyir. İrrasional ədədlər müqayisəsinə aid maraqlı bir neçə tip tapşırığın izahını verəcəm. Baxırıq, belə ədədləri deyil müqayisə elə. Mən irrasional ədəd bu necə müqayisə edə bilərəm? Bunun bir neçə müxtəlif yolu var. Tamlarını taparam, tamlarına görə müqayisə edərəm, kvadrat yüksəldərəm. Digər mənə görə rahat gələn yollardan biri də bunu irrasionallığa görə, məsəl üçün kəsirdə məxrəcdə olanda irrasionallıqdan azad edəndə nə edirik? Qoşmasına vurub bölür deyə. Bax, həmin qaydanı bura tətbiq edəcəyik. A bərabərdir burada. Kök altda 17. Aram-aram izah edəcəm. Çıx, kök altda 15. Bunun qoşması nədir? Qoşma nə idi? Bir dənə arada işarə fərqi olurdu. Yəni, çıxdısa üstə gəl, üstə gəlsə çıx. Burada indi çıx olduğuna görə bunun qoşması olacaq. Kök altda 17, üzərinə gəlirik 5. Bölünsün. Yəni, bu ifadəni yazmışamsa onu həm də məxrəcə yazıram. Yəni, vurdum və böldüm. Kök altda 17, üzərinə gəlirik, kök altda 15. Yuxarı görürük ki, müxtəsər vurma düsturuna yığılır. A çıx B, A üstə gəl B. Bu nəyin açılışı idi? A kvadratı çıx B kvadratının açılışı idi. Nə idi düstur? A çıx B, A üzərinə gəl B. Deməli, onda olacaq kök 17-nin kvadratı, yaxşı açıq yazacağım, kök 17-nin kvadratı, çıx, sürətdə bu qalır, kök 15-in kvadratı. Aşağıda da oldu, kök 17, aşağı olduğu kimi qalır, aşağı ilə işim yoxdur. Üzərinə gəlir, kök 15. Burada 17 ilə, kvadratla daha doğrusu kök gedir, qalır 17, çıx yenə. Kvadratla kök gedir, qalır 15, böl, kök altda 17, üzərinə gəlirik, kök altda 15. Görürəm, surətdə nə eləyir? 17-dən 2 çıxaram, aşağıda yenə eləyəcək, kök altda 17, üzərinə gəlirik, kök altda 15. Bunu saxlayırıq. Bu oldu A-nın qiyməti. Gəlin indi B-nin qiymətini hesablamağa çalışaq. Yenə B-də də eyni qayda ilə edirik. Sürətini, məxrəcini, daha doğrusu qoşmasına vurub böləcəm. Kök 7 çıx, kök 5-in qoşması nədir? Kök 7 üzərinə gəlirik. Kök 5. Bu da, yəni buna vurduğuma görə buna da bölürəm. Kök 7 üzərinə gəl, kök 5. Durub burada da bununla bunu ixtisar aparmırıq. Bununla bunu durub ixtisar aparmırıq. Yəni, onu mən özüm vurdum ki, ifadənin görünüşünü dəyişim. Mən bu halda, yəni belə olanda müqayisə edə bilmirəm ikisini də. Ona görə bildiyim hala gətirəcəm. Yaxşı, burada da yenə görürəm, sürət müxtəsərə yığılır. Yenə uzatmayacağım. A kvadrat çıx B kvadratdır. Kök 7-nin kvadratı eləyir 7. Çıx kök 5-in kvadratı eləyir 5. Aşağıda da 7 üzərinə gəlirəm. Kök 5 qalır yerində. Bərabərdir. 7-dən 5 çıxsam, sürət yenə nə elədi? 2. Aha. Aşağıda elədi. Kök 7 üzərinə gəlirik. Kök 5. Bu da digər kəsrim. Bu birinci kəsrim A. Bu da ikinci kəsrim B. Gəlin bu kəsri aşağıda yazım ki, ikisi də gözümün qabağında olsun. Ki, müqayisəni rahatçılıqla görə bilək. Bilirik ki, qaydanı xatırlayırıq. Məxrəcləri bərabər olan kəsirlər haqqında bilirdik. Məxrəcləri bərabər olan kəsirlərdən sürəti böyük olan böyük, kiçik olan kiçikdir. Amma sürətləri, bax burada görürsünüz, sürətlərin bərabərliyini gətirdim. Sürətləri bərabər olan kəsirlərdən isə hələ burada nümunə kimi izah edirəm. Sonra öz misalımıza qayıdacağım. Məxrəci kiçik olan böyükdür. Aydındırmı? Sürətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan böyükdür. İndi gəldik bura. Görürəm ki, burada hər ikisinin sürəti nədir? 2-dir. Buradan aydın görür ki, kök 17-nin üzərinə kök 15 gəlsəm, daha böyük ədəd eləyər. Deyərsiniz, niyə? Gəlin, niyəsini izah edeyim. Kök 17-nin tam hissəsi nə deməkdir? 4 tam nə qədər? Yəni, 16 ilə 25 arasındadır. Bu da bax, kök 15-in də tam hissəsi nədir? Baxın, bir dəqiqə, kök 15 tam hissəsi. 2 kök çıxan ədəd arasında deməli 9, kök 9 və kök 16. Buradan da kiçiyini götür. 9-dan da kökünə çıxır 3 tam nəsə. Deməli, bu da olacaq belə. 15-dən də oldu 3 tam nəsə. Bu 4 tam nəsə idi, bu da 3 tam nəsə. Bunları toplasam eləyərmi 7 tam nəsə.
birinci kəsrimin sürəti 2-dir. Məxrəci də elədir 7 tam nəsə. Və keçək ikinciyə. Yenə sürəti 2-dir. Kök 7-nin tam hissəsi neçədir? Bu necə tapırıq? Baxıram görüm hansı iki qonşu kök çıxan ədəd arasında yerləşir. Deməli 4 ilə kök 9 arasında yerləşir. Elədir. Bizə də kiçik hissəsi lazımdır. 4. 4-dən də kök nə çıxır? 2 tam. 2 tam nəsə nöqtələr qoyuram. 5 də yenə həmçinin 4 və 9 arasında yerləşir. Bunun da tam hissəsi nə eləyəcək? 2 tam nəsə. Bunu toplasam eləyəcək 2 böl 4 tam nəsə. İndi bu ortanı silək, buranı silək. Baxıram, bunun sürəti 2-dir, məxrəci 7 tam nəsə. Bunun sürəti 2-dir, məxrəci 4 tam nəsə. Sürətləri bərabər olan kəsirin məxrəci böyük olan kiçikdir, yəni əksinədir. Deməli, bu olacaq, bu kiçikdir bundan. Cavab A. Birinci deyəsən A idi. A kiçikdir B-dən. Maraqlı bir yanaşma. Getdik indi ikincini. İkinci də bu tipdir. Burada da yenə baxın. Yəni özüm arda eyni tip salmışam ki, bu Namazov 8-dəndir. Yəni izahı başa düşəsiniz. Yenə bunun qoşmasına vurub bölürəm. 11 çıx 10. Bunun qoşması nədir? Arada üstəgəl olur. Kök 11 üzərinə gəldik. Kök 10. Aydındır. Qoşmasına vurdum. Qoşmasına da bölürəm. Kök 11 üzərinə gəlirik. Kök 10. Bərabərlik yuxarı müxtəsərə yığılır. O eləyir. Kök 11-in kvadratı 11. Kök 10-un kvadratı 10. Aşağıda da oldu. Kök 11 üzərinə gəlirik. Kök 10. Yuxarı elədi nə? 1 böl kök 11 üzərinə gəlirik nə? Kök 10. Bunu saxladıq bir tərəfdə. İndi gəldik B-yə. B bərabərdir. B-nin qələmini dəyişib qırmızı eləyəcəm. Bu da 6 çıx, kök 6 çıx, kök 5. Yenə bunun qoşmasına vurub böləcəm. Kök 6, üzərinə gəlirəm. Kök 5. Vurdum. Həm də bölürəm. Kök 6, üzərinə gəlirəm. Kök 5-ə. Yuxarı yenə müxtəsərlə açılır. Olur. Kök 6-nın kvadratı 6 çıx, kök 5-in kvadratı 5. Olur burada kök 6 üzərinə gəlirəm. Kök 5. Yenə bunun da sürəti nə elədir? 1. Kök 6 üzərinə gəlirəm. Kök 5. Birinci kəsrim, yəni A-nın qiyməti budur. B-nin qiyməti də budur. Gəlin burada əlavə informasiyaları silək ki, bizə mane olmasın, gözümüz yorulmasın. Həmin indi A-nın qiymətini yazacağım bura ki, aydın görə bilim. 1 böl kök 11 üzərinə gəlirəm. Kök 10. Bunu silək. O birisi də ki 1 böl kök 6 üzərinə gəlirəm. Kök 5. Yenə hər ikisinin sürəti bərabərdir. Sürətləri bərabər olan kəsrin məxrəci böyük olan kiçikdir. Olacaq A B-dən kiçikdir. Deyəsiniz ki, nə bildiniz? Kök 11 üstəgəl 10 böyükdür. Yenə tam hissəsini tapıram. Kök 11-in tam hissəsi nə olar? Hansı iki qonşu kök çıxan ədəd arasında yerləşir? 9 və 16. 9-dan da kök nə çıxır? 3 tam nəsə. Yenə kök 10. Kök 10 da yenə 9 və 16 arasında yerləşir. Bu da 3 tam nəsə. Bunların cəmi birinci, yəni A-nın məxrəci elədimi? 6 tam nəsə. Nöqtə qoyuram ki, yəni kəsr ədəddir də. Kökdən yəni davamı çıxır kəsirsə. İndi kök 6-nın tam hissəsini tapaq. Kök 6 yerləşir 4 və 9 arasında. 4-dən də kök 2 tam nəsə. Yenə kök 5. Yenə 4 və 9 arasındadır. Bu da 2 tam nəsə. Bunları toplayanda nə eləyir? 4 tam nəsə. İndi ikinci kəsrimin də məxrəci oldu 4 tam nəsə. Belə uzun getdi. Çünki ispat edirəm ki, biləsiniz, yəni hardan necə alındı. Dəlil sübutla. İndi bax, sürətlər bərabər olan kəsrin məxrəci böyük olan kiçikdir. Əlbəttə ki, 6 tam nəsə 4 tam nəsədən böyükdür də. Məxrəcdə olduğuna görə o kiçik olacaq. Nəsə, davam eləyək. Bu neçənci tipdir? Burada da baxaq görək, irrasionallıqdan azad eləmək bizə əl verirmi? Deməli, burada baxaq. Yenə kök 7 üzərinə gəlirəm. Kök 10. Vururam.
dəqiqə. Vururam. Kök 7 çıx kök 10. Bölürəm. Kök 7 çıx kök 10. Bu A-dır. Yuxarı müxtəsərə yığılır. A kvadratı, yəni kök 7-nin kvadratı 7, çıx 10-un kvadratı 10. Aşağıda da 7, kök 7, çıx kök 10. Bu da eləyir. Mənfi 3 böl, kök 7, çıx kök 10. Bu məxrəcdə mənfidir. Bu ifadə yəni ümumi mənfidir deyil, yəni müsbətdir. Yaxşı, gəlin də ikinci kəsrimizdə nədir, müxtəsər qoşmasına vurub bölməklə eləyək, görək bizə nəsə verirmi? Sanki bu yol buna əl verməyəcək. Yenə də baxaq. Yəni, burada kəsirlərin, irrasional ədədlərin müqayisəsində bir neçə yol var. Biz onları sınayıb ən düzgününü yazmalıyıq. Yəni, hər misala konkret deyim ki, bu qoşmasına vur, böl, ən ideal yol budur, alınacaq, yox. Absurd bir şeydir. Bunların hərəsinin öz yanaşması var. Yaxşı, misal üçün, iki tip misalda irrasionallıqla qoşmasına vurub bölməklə daha rahat göründü. Burada yenə sürət müxtəsərə yığılır. 3 çıx 19 olacaq. Kök 3-ün kvadratı elə bir 3 çıx kök 19-un kvadratı 19. Böl, aşağıda olacaq kök 3 çıx kök 19. Baxaq, 13-dən 19 çıxsaq neçə qalar? Mənfi 16. Aşağıda qalacaq, mənfi 16, aşağıda qalacaq kök 3 çıx kök 19. Burada aşağıda mənfi eləyir. Burada görürük ki, burada sürətlərin bərabərinə gəlib çıxmadı. Deməli, bu yol bizə əl vermədi. Keçək indi ikinci bir yolu sınamağa. Yəni, həmişə o irrasionallıqdan azad eləyir, eləyin, o düzgün yoldur demək düzgündür. İndi kvadratı yüksəltməyi yoxlayaq. Kök müxtəsər vurma eləyib ki, belə kvadrat yüksəldirik də hər iki tərəfi. Aha. Kök 7 müxtəsər vurmanın üstünün açılış nə idi? A üstə gəl B-nin kvadratı. Baxın, A üzərinə gəl B-nin kvadratının açılışı necə idi? A kvadratı üzərinə gəl 2AB, üzərinə gəlirik B kvadrat. Yaxşı, lövhəni silirik. Olur belə, kök 7-nin kvadratı 7, üzərinə gəlirəm 2 kök 70, 2AB, üzərinə gəlirəm kök 10-un kvadratı 10. Bunları toplasam eləyərmi? 17, üzərinə gəlirəm 280. 280-i hardan aldım? Bu 2 tamı göndərdim kökün altına. Gəl görək bunlardan təqribi tam nə qədər çıxır? 17 üzərinə gəlirəm 280 tam hissəsini tapanda tam hissəsi yerləşir 225 ilə 225 15 16 200 yox 216 ilə ay sağ 16 ilə 17 arasında. Çünki 16-nın kvadratı eləyir 256, 17-nin kvadratı 289. Bu eləyir 16 tam nəsə. Yəni kiçik götürülür də 16. 16 tam nəsə. Bunları cəmləsəm eləyəcək 3, 33 tam nəsə. Tam hissə belə. İndi keçək ikinci B-sini gəlin kvadratı yüksəldək yenə hər iki tərəfini. Yəni bir tərəfini eləyirsə bərabərliyin, digər tərəfinə də 10 eləməliyik. Yoxsa ifadənin qiyməti dəyişər. 3-ün kvadratı 3, üzərinə gəlirəm 2, kök altda 3-ü 19-a vursaq 57, üzərinə gəlirəm 19. O da bərabərdir 22, üzərinə gəlirəm 4 vur 57. Görək buna ehtiyac varmı? O da bərabərdir 22, üzərinə gəlirəm 4-ü 57-yə vursaq 28, 2 yadda 20, 228. 228-in gəlin tam hissəsini tapaq. Görək neçə edir. 228, 200, 228 deməli yerləşir 15-in kvadratı 225-dir də, elədir. Ay sağ ol. 225 ilə 16, 256-nın arasında. Onun da kiçiyi 225-dir, yəni 15. Yəni bunun tam hissəsi nə edəcək? 15. Gəlin indi bunları 15 tam nəsə də belə deyək. Gəlin indi bunları tam hissəsini tapdım. İndi hesablayaq. Bərabərdir, bərabərdir. 22 üstə gəl 15 tam nöqtə nöqtə bərabərdir. Bunları toplasam 7, 37 tam nəsə. Bu 33 tam nəsə idi, bu da 37 tam nəsə idi. Göründü ki, burada A kiçikdir B-dən.
Buradan ilədim. Hər tərəf kvadrata yüksəltdim. 17 üstə gəl. Deməli 74, 280. 280-dən kök aldım. 16 ilə 17 arasında deyib ki, 256-dan 289 arasında yerləşir. Onda kiçik ədədini götürürük. 256-dan da kök nəsə 16. Yəni bunun tam hissəsi oldu 16 tam nəsə. Bunları cəmləsəm eləyəcək 33 tam nəsə nöqtələr qoymuşam. Bu birisini də yenə kvadrata yüksəltdim. Cəmlədim oldu 2 üstə gəl kök altı 228. Bundan da yenə 228-də yerləşir 225 və 256 arasında 225-dən də kök 15 çıxır. Yəni kiçiyini tam hissəsini götürürük. Burada da 37 tam nəsə. 33 tam nəsə 37 tam nəsədən kiçikdir. Davam edək. Görək bu tip tapşırıqda bizə nə verəcək. Deməli, gəlin burada yenə gəlin tam bax bunu yenə deyirəm. Yəni irrasional ədədlərin müqayisəsində müxtəlif yol var. 3-4 üsul var. Məsəl üçün birincidə nə etdim? Qoşmasına vurdum, böldüm, o mənə əl verdi. Birinci bax digər bu tiplərdə var. Qoşmasına vurdum, böldüm, sürətlərin bərabərliyinə gəldi, bu mənə əl verdi. Burada həmin yol gördük, alınmadı. Yəni həmin yolla düz gəlmədi. Nə etdim? Kvadrata yüksəltdim. Gəlin görək burada hansını birinci yoxlayaq. Burada mən tam hissə ilə getmək istəyirəm. 2-ni gəlin kökün altına salaq. 4, 4 vur 3, 12. Çıx, bu da kök altda 11. Aha. Yenə burada kökün altına salsam 4, 4-ü 5-ə vursam 20. Çıx, kök altda 44. Ha, heç buna ehtiyac olmadı. Baxın, gör nə gözəldir. 12 11-dən böyükdə bunu çıxsam 0 tam nəsə eləyəcək, yəni müsbət eləyəcək də. Nəsə eləməyə mənə lazım deyil, sadəcə müsbətliyini göstərirəm ki, kök 12 11-dən böyükdür. Bu eləyəcək nə? Müsbət. Yəni hərəsinin öz qaydası, yanaşması var. Burada 2-ni kökün altına saldım 4, 4-ü 5-ə vurdum 20, bu da 44-ü özü veribdir. 20 44-dən nədir? Kiçikdir, elədir. Demirəm burada dəqiq qiymət çıxar. Sadəcə işarəni təyinləm. 20 44-dən kiçikdir, bu ifadə nə olur olsun olacaq mənfi. İstənilən müsbət ədəd mənfidən nədir? Böyükdür. Oldu A böyükdür B. Bu daha rahat oldu. Yəni hər misalın öz tipinə aiddir. Gəldi indi bura. Hə, baxın burada bax sürətlərin bərabərliyini özü veribdir. Bilirəm ki, sürətləri bərabər olan kəsirin məxrəci bunu yazaq. 23 üstə gəl 21. Bu da olacaq belə 1 böl 21 üzərinə gəlirəm 19. Burada aydın məsələdir ki, burada görünür ki, 23 üstə gəl 21, 21 üstə gəl 19-dan daha təqribi deyirəm də, daha böyük olacaq. Çünki burada ədədlər böyükdür. Bunun məxrəci böyük olduğuna görə, yəni sürətləri bərabər olan kəsirin məxrəci böyük olan kiçikdir. Aydın görünür ki, yəni bax, kök 23 üzərinə gəlirəm, kök 21. Gəlin bunu isbatını verəcəm. Kök 23-ün tam hissəsi nə olar? 4 tam nəsə də. Niyə görə 4 tam nəsə? Çünki bu kök 23 yerləşir kök 16 ilə kök 25 arasında. 16-dan da kök nə çıxır? 4. Biz də tam bizə kiçiyini götürürük də. Aha. Bu oldu 4 tam nəsə. İndi baxıram digərinə. 4 tam nəsə. 21 də yenə 16 və 25 arasında, bu da 4 tam nəsə. Bunun tam hissəsi elədimi? 8 tam nəsə. Daha doğrusu məxrəci. Bunu silirəm. Birinci kəsrimin məxrəci, bax sürətin bərabərliyi özü veribdir. Bu məxrəci elədi 8 tam nəsə. Birinci dedim, sadəcə indi isbat eləyirəm. İndi gəldim ikincisinə 21. 21-in tam hissəsi nədir? Elə bir 16 arasında yerləşir də. Həm də bax, heç ona getməyək. Bax, bir dənə misalın gözəlliyinə diqqət eləyin. Bir dənə bax. Biz ona lazımdır. Bax, görsən hər ikisində 21 var da, elədir. 21-in üstünə 23 gəlsəm daha böyük olar, yoxsa 19? Əlbəttə ki, 23 gəlsəm daha böyük olar. Deməli, indi bu kəsrin qiyməti, məxrəci böyükdür. Məxrəc böyüklüyünə görə ümumi kəsrin qiyməti nə olacaq? Kiçiləcək. Sürətləri bərabər olan kəsrin məxrəci böyük olan kiçikdir. Olacaq A kiçikdir nədən? B-dən. Bu qədər bəsit. Getdik, baxım görüm. Burada da yenə müqayisə deyir. Gəlin görək burada hansı tip bizə daha uyğun olacaq. Gəlin, mən surəti irrasionallıqdan azad eləmək istəyirəm. Deyəcəm niyə görə. Kök 3 üzərinə gəlirəm 1. Bunun qoşmasına vururam.
Kök 3 minus 1. Yenə məxrəci də vuracam. 1 çıx kök 3 öz yerindədir. Bu da oldu. Kök 3 çıx 1'ə vurdum. Elədirmi? Yuxarı müxtəsərlə açılır. Olur kök 3'ün yaxşı aydın deyəcəm. Kök 3'ün a çıx b, a üstə gəl b. Olacaq kök 3'ün kvadratı. Kök 3'ün kvadratı nə edir? 3. 3'dən də çıxıram. 1'in kvadratı da 1, 1. 3'dən 1 çıxanda nə qalır? Yuxarıda 2. Və aşağıda vuraq. Baxaq görək nə edir. Bunu buna vursam kök 3 çıx 1 çıx 3 üzərinə gəlirəm kök 3. O da bərabərdir. 2 bölünsün 2 kök 3 çıx 4. O da bərabərdir. 2'ni ortaq vuruq kimi aşağıdan çıxardıram. Kök 3 çıx 2. Bu da 2. İxtisar getdi. Qaldı. 1 böl kök 3 çıx. 2'ni də yazaram kök 4. 2 4 kök altda 4'dən 2 çıxır da. Yəni belə yazdım ki, görüm ki, bu kəsirin qiyməti nə elədir? Mənfi. Və görək digər kəsirimizin qiyməti necə eləyir? B bərabərdir. 2'ni saxlayıram yuxarıda. 1 çıx 2 kök 2. Digər kəsirim də mənfi eləyir. Bu mənfiliyi mənə lazım deyildi. Nəsə. İndi görək burada nə etmək olar? Deməli burada deyəsən bu yol bizə əl verməyəcək. Məxrəci irrasionallıqdan azad eləsək, elə bir ki 1 çıx kök 2 1 üzərinə gəlirəm, kök 2'yə vururam. Sürətdə məxrəcidə. Deməli olur belə 2 vur 1 üzərinə gəlirəm kök 2. Görüm ki bu yol bizə əl verirmi? Olur belə aşağı müxtəsərlə a çıx b, a üstə gəl b. Olur 1 çıx 2. Yuxarıda da olur 2 üstə gəl 2 kök 2. Bundan buna çıxanda aşağı nə edir? Mənfi. O mənfini yuxarı vururam. 2 çıx 2 kök 2. İndi baxıram bura. Burada aydın göründü. Buraları silirəm. Bir dənə yekun cavabı saxlayıram. Bir dənə qovunu da siləcəm. Birinci kəsirimdən nə alındı? Bax, yazıram bura. A bərabərdir. 1 böl kök 3 çıx kök 4. Digər kəsirim alındı. Mənfi 2 çıx 2 kök 2 kök 3. Ay sağ ol. Digər baxırım görüm nədir bu. Bu elə bir hər ikisi mənfidir. Mənfi toplanır. Mənfi ixtiyari bir deyəm görək nə eləyir də. Bu olur mənfi 2 çıx 2'ni kökün altına salaram. 4 12. 12'dən tam hissənə çıxır. 3 tam nə qədər? Mənfi 2, bu da 3 tam nə qədər? Eləyəcəkmi mənfi 5 tam nə qədər? Bunun yerinə yazıram. Mənfi 5 tam nöqtə. Bu da görsən bu kəsir bunun məxrəcindədir də. Belə deyək də. Buna bunu çıxsaq. Elə bir ki belə eləyəcək. 1 böl 0 tam nəsə mənfi. Aydın görünür ki, bu modulu daha böyükdür. Mənfi ədədlərdən də modulu böyük olan kiçikdir. Ona görə olacaq A böyükdür nədən? B-dən. Bir də izah edirəm. Burada neynədir? Burada elə bir ki, surətin qoşmasına vurub böldüm. Bir üstə gəl kök 3'ün qoşması nədir? Elə bir ki, toplanan yeniləşində cəm dəyişmində. Kök 3 çıx 1'ə vurdum, böldüm. Açdım. Digərində də məxrəci irrasionallıqdan azad elədim. Heç nə, bu qədər. Deməli, davam eləyək. Növbəti tip tapşırıqdan. Baxım görüm. Növbəti tip necədir? Burada da deyir, bunları müqayisə et. Baxaq, müqayisə et. Gəlin, məxrəci birinci irrasionallıqdan azad eləyək. Görək, başımıza nə iş gəlir. Məxrəcin qoşması nədir? Kök 3 çıx 2. Qoşması olacaq nə? Kök 3 üzərinə gəlirəm 2. Həmin bu vurduğumu təzədən sürətə vururam. Elədir, bərabərdir. Aşağıdan müxtəsərlə açılır. A çıx B, A üstə gəlir. Olur nə? Kök 3'ün kvadratı 3 çıx 2'nin kvadratı 4. Yuxarıda da oldu 3 kök 3
üzərinə gəlirəm 2. Bundan bunu çıxanda nə eləyir? Mənfi. Ümumi bu ifadəmin qiyməti nə elədi? Mənfi. Heç mənə maraqlı deyil ki, yəni mənfi neçəsə. Digər kəsrə baxıram, görürəm ki, hər ikisi müsbətdir və arada da cəmdir. Bunun qiymət toplu nə eləyəcək? Müsbət nəsə ədəd eləyəcək də. Birinci kəsrim irrasionaldan azad edim, gördüm A mənfi nəsədir. Heç irrasionaldan azad eləməsək də görərdik onu əslində. Gəlin deyim necə. Baxın məxrəcinə. Bax, 3 böl kök 3 çıx. 2-ni yazarammı? Kök 4. Kök 4-dən çünki elə 2 çıxır. 3-dən, 3 4-dən kiçikdir. Ona görə bu kəsrim qiyməti nə eləyəcək? Mənfi. Görürsünüz, bu qədər asan. Bu kəsirdəki aydın məsələ ki, müsbət 2 müsbətin cəmi müsbət eləyəcək. Mənfi müsbətdən hər zaman nədir? Kiçikdir. Demək, gəldik bura. Baxaq görə burada da o yol yox. Burada bax, artıq hər ikisi müsbətdir. Gəl baxaq. İndi məxrəci irrasionallıqdan azad eləsək, görək bizə nəsə verirmi? Kök altda 5. İrrasional azad nə idi? Qoşmasına vurub bölür. Kök altda 6 üzərinə gəlirəm. Kök altda 5. Bunu təzən yuxarıda vururam. Kök altda 6 üzərinə gəlirəm. Kök altda 5. Bərabərdir. Aşağı müxtəsərə yığılır. A çıx B, A üstə gəl B. Bu aşağı nə oldu? Kök altda 6-ın kvadratı 6 çıx. Kök altda 5-in kvadratı 5. Yuxarıda oldu mu? Kök altda 6 üzərinə gəlirəm. Kök altda 5. Baxaq, aşağı elgir 1. Oldu nə? A ifadəmin qiyməti oldu. Kök altda 6 üzərinə gəlirəm. Kök altda 5. Bu isə oldu. 1 üzərinə gəlirəm. Kök altda 30. Bunları deyək, necə müqayisə edərik? Bax, görək. Kök altda 6-ın tam hissəsi nədir? 2 ilə, demək, kök altda 6 yerləşir. Yəni, 4 ilə 9 arasında kök çıxan ədədlər. 2 qonşu kök çıxan ədədlərini deyirik. 4 ilə 9 arasında 4-dən də kök 2 çıxır. Yəni, kiçiyini götürür. Yenə 5-də 4-dən 9 arasında tam hissəsi 4-dən kök 2 tam nəsə. Bunları toplasaq eləyərmi 4 tam nəsə. İndi gəlirəm bura. 1 üstə gəl, kök altda 30. Görək bu təqribi tam hissəsi neçə eləyir? 30-dan kök 25 ilə nəsə arasında yerləşir də. 1 üzərinə gəl. 25 ilə 36 arasında. 25-dən kök nə çıxır? 5 tam nəsə. Ay, sağ ol. Kiçiyini götürürük də. Bunları da cəmləyəndə eləyirmi? 6 tam nəsə. Bu 4 tam nəsə eləmişdi. Bu da 6 tam nəsə. Ona görə olacaq nə? Birinci A qəbul edirəm. Kiçikdir nədən? İkincidən. Maraqlı tapşırıq. Baxın görüm yenə varsa. Yoxdur. Diqqətiniz üçün təşəkkürlər. Məndən bu qədər.